Salam, axşamınız xeyir uşaqlar. Demək biz sizə sınaq vermişdik. O sınağın izahını mən burada verirəm. Dinləmə mətnini inşallah ki bir dinləyəcəyik. Qrammatikadan başlayaq. Qrammatika sualında biz baxırıq ki, burada bizdə zən bağlayıcısı var. Zən olanda mütləq şəkildə müqayisə dərəcəsi olmalıdır. Müqayisə dərəcəsi isə bir dənə C variantını yəqin ki burada çıxa bilmisiniz. A, B, D, Y arasında qalırsınız. Uşaqlar yazı saxlayın ki, better özü müqayisə dərəcəsindədirsə, onun qarşısında more da ola bilməz. Çünki biz demişik ki, çoxhecalı sözlərin qarşısında more olur. Azhecalı sözlərin isə R artırırıq. Amma good, better, the best, bad, worse, the worst, little, less, the least bunlar kökündən dəyişən sifətlərdir. Kökündən dəyişən sifətlər olduqda isə onlara more-la R artırıla bilməz. Ona görə Y variantı ümumiyyətlə quruluş baxımından səhvdir. Bəs niyə A ilə B ola bilməz? Yazı saxlayın ki, nöqtələrdən sonra isim var uşaqlar? Yoxdur. O bağlayıcıdır. İsim olanda biz artikel veririk. Ona görə artikel bizim üçün o qədər də əhəmiyyətli deyil deyə D variantını götürürük. 8-ci sualda uncountable istəyir, sayıla bilməyəni. Ümumiyyətlə yazı saxlayın ki, meyvə tərəvəzdir. Məsələn, pomegranat sözü, üstündən pis xətt çəkdim. Pomegranat sözü ümumiyyətlə nar deməkdir. Nar sözü də bilirsiniz ki, meyvədir də. Meyvələr sayıla bilirlər axı. Gül sayıla bilir məsələn. Məndən sayıla bilməyənlər istəyir. Frog bilirsiniz, qurbağa deməkdir. Məsələn, sayıla bilir. Ondan başqa, məsələn, wind külək sayıla bilir. Ümumiyyətlə, hava ilə bağlı 3 söz var idi ki, onlar çox sayıla bilməyənə oxşuyurlar. Wind idi, storm idi, cloud idi. Bunları əzbərləyim. Y variantında sayıla bilməyənlərin içərisində deyirəm. Y variantında isə ideya sayılır, tutuquşu sözü sayılır. Ona görə düzgün cavabım qalır D variantı. Məhz, riyaziyyat, blood, qan, wheat, buğda deməkdir. 9-cu sual baxan kimi deyir ki, özü passivə çevirin. Passivə çevirəndə nə edirik? Birinci xəbərdən sonraki tamamlığı, yəni mini götürüb atırıq cümlənin əvvəlinə. Cümlə mübtədəsi somebody, someone eyni şeydir də, yəni B ilə D, E ola bilməz, çünki mübtədə eyni qala bilməz. A, C, I arasında qalıram və sonra cümlənin zamanına baxıram. Çünki passive voice keçirəndə 2 addıma riayət eləməliydim. Tamamlığı götürüb gətirməliydim cümlənin əvvəlinə və cümlənin zamanına baxmalıydım ki, onu to be üstəgəlsin VH formasında düzəldim. Cümlə də keçmiş zamanda olduğuna görə uşaqlar, orada was were axtarır mənim gözüm. C variantında çıxıram, qalıram A ilə Y arasında və A ilə Y-ni müqayisə edəndə baxıram ki, mübtədəni baydan sonra verib. A variantında isə mübtədəni nətər gəldi cümlənin içinə atıb. Olmaz. Bu da bizim əsas qaydalarımızdan biridir ki, götürdüyümüz mübtədəni cümlənin içərisində nətər gəldi ata bilmərik. Onu yalnız baydan sonra verə bilərik deyə Y variantı doğru cavabdır. 10-cu sual. 10-cu sualı biz keçəcəyik növbəti dərslərimizdə. Amma belə də çox sadə dərsdir bu əslində. Buna gerund bölməsinə keçəcəyik. Və burada bir dənə qayda var uşaqlar. Sözünü gördünüz. In, on, at, from, nə bileyim, with. Nəsə sözünü də. Sözündən sonra gələn feilə mütləq ayıncı artırmalısınız. Elə hamımızın bildiyi bir dənə cümlə var. I like reading books. I like reading books. Düzdür. I like doing shopping. Görürsünüz. Burada like-dır da. Məsələn, bu orada həmişə bəzi feillər var. Like-dır, love-dır. Onlardan sonra gələn feilə ayıncı artırırsınız da. Düzdürmü? İndi eyni şeydir. Bu da gerundun başqa bir tərəfidir ki, sözündən sonra gələn feilə də ayıncı artırmaq lazımdır. Məsələn, deyirəm ki, I am interested in learning maths. Mən deyirəm, məsələn, riyaziyyatı öyrənməkdə maraqlıyam da, yəni maraqlanıram. Yəni, sözündən sonra feil gördünüzsə uşaqlar, onun sonuna ayıncı artırın. Hansı bölməyə aiddir? Həmişə test belə düşəcək ki, feilin düzgün formasını seç. Yəni, testi görəndə əslində başa düşürsünüz ki, sizə nə istəyir, cavabını tapmaq çox asandır. 11-ci suala baxıram. 11-ci sual deyir ki, you know English well. Sən ingilis dilini yaxşı bilirsən. Mən də bilirəm ki, English'in yanında language olanda qabağına Z verirəm. Yoxsa ingilis ilə belə normalda bəhs eləyəndə Z verilmirəm də qabağına. Ona görə A variantı çıxdı. Ən English da ola bilməz. B də, Y də çıxdı. Qaldım B, D, C arasında. Dickens'in də sonunda S-i görürəm. Baxıram ki, buradan familiyaya oxşur da. Familiyaya oxşursa orada Z də olmalıdır. Sonra orijinaldan məsələn deyir ki, sən ingilis yaxşı bilirsən. Kifayət qədər yaxşı bilirsən də. Bu arada enough görsəz zərfdən sonra işlənir. Ümumiyyətlə, enough ismin qarşısında işlənir. Sifət və zərfdən sonra işlənir. Sən ingiliscəni kifayət qədər yaxşı bilirsən ki, Dickens'i oxuyasan da orijinalına. Dickens də Charles Dickens'dir də. Bu yazıçı adıdır. Nəysə, in original deyirik həmişə. In the original demirik deyə cavabımız B variantı qalır. 12-ci sualı da mövzunu tam keçməmişik. Amma belə izah edeyim ki, baxın bu cümlə nəqli cümlədir. Sual yoxdur burada, düzdürmü? Sual olanda mütləq şəkildə, məsələn, did qabağa keçməlidir.
müftədən qabağa keçməlidir sual olanda. Amma bu nəqli cümlədə axı niyə mən didi qabağa keçirdim ki? Sual cümlələrində o baş verir. Sonra bir də qaydamızda belə bir şey var ki, want to know-dan sonra zət gələ bilməyəcək. 1-lə 3 qalır, Y variantı. Bu da qaydanı keçəcəyik növbət dərslərimizdə. Amma 13 keçmişik uşaqlar. 13-ü nəyə keçmişik? Gəlin arxadan qarşıya doğru izah eləyək bir-bir. No news deyir ki, heç bir xəbər. Mən bilirəm ki, xəbər sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlərin xəbərləri də, yəni xəbəri həmişə mübtədələrin də xəbəri həmişə təkdə olur da. Mən də ar ola bilməz axı, onda iz olmalıdır burada. 4 çıxdı. 4 səhvdir uşaqlar. 4-ü çıxdı. Sonra zera e-book. E-book sözü təkdədir axı. Biz də demişik ki, zerizdən sonra həmişə tək isim gəlir, zeradan sonra da həmişə cəm isim gəlir. Zeradan sonra e-book gəlibsə, onda 3 də doğru deyil. Cavabım qalıb 1-2. Və salam. Gəlin sübut da eləyək. Here are. Ümumiyyətlə cümlə here-dən başlayırsa, bizə əsas orada mübtədə götürülür də. A few ideas sözü cəmdədir deyə, are-da cəmdə götürürəm. 1 düzdür. 2-də the police cəmdədir deyə, have-lə verəcəm, düzdür. Və salam. 14-cü sual, baxan kimi görürəm ki, modal verb dərsidir. Should-dan sonra to gələ bilməz, çıxdı. Amma qalan uyğun gəlir də. Neyse, demək mənaya baxmaq lazımdır. Mənaya da baxanda, baxıram ki, bura inkardır, bura təsdiqdir. Bura inkardır, bura təsdiqdir, bura inkardır, bura inkardır. Məncə cavab 1-2 olacaq, amma yenə də gəlin yoxlayaq. Deyir, təəssüf ki, mən partiya gələ bilməyəcəm. Mən işlərimi, I finish my work. Mən işlərimi bitirməliyəm. Hə, bu işini bitirməliyəm. Amma 4-dədir ki, işlərimi bitirməyə ehtiyac yoxdur. Niyə onda partiya gəl də? Cavab elə düz tapmışam. 1-3-dür. 15-ci sual. 15-ci sual direct indirect speechdir. Vasitələrdən vasitəsini çevirməkdir. Burada nədir? Elə bir ki, bir sual şəklində verir. Bu mövzuna keçməmişəm. Deməli, bunu sual şəklində verir mövzu. Bir dənə sual verirsən. Sən onu çevirməlisən. Necə çevirməlisən? Məsələn, burada sənə deyir ki, do you like working in sales? Satışda işləməyi xoşlayırsan? He asked. O soruşdu. İndi siz belə deməlisiniz ki, o soruşdu ki, məndən, mən satışda işləməyi xoşlayırammı? Elə bir ki, öz sözlərinlə çevirib deyirsən də. Neyse, bu hissəsi boş qalır. Yəni, askdan sonra birincisi to gələ bilməz deyə variantı çıxdı. Görsüz qalan hamısı askdan sonra zət də gələ bilməz deyə bu da çıxdı. Qaldım BC Y arasında. Askdan sonra zət gələ bilməz. Məsələn, in order, want to know-dur, askdır. Bunları keçəcəyik ki, bunlar özlərindən sonra zət istəmirlər ümumiyyətlə. Hə, indi deyir ki, o məndən soruşdu ki, sən satışda işləməyə xoşlayırsan, yoxsa mən satışda işləməyə xoşlayıram. Bunu sadəcə çevirəcəyik. Və cümlənin birinci tərəfi asked, keçmiş zamanda olduğu deyə, ikinci tərəfi də keçmiş atır. Getdi. Və o məndən soruşdu ki, sən satışda işləməyə xoşlayırsan, mən satışda işləməyə xoşlayırammı? Y variantı. Qarışıq sualdır, bilirəm. Amma narahat olmayın. O dərsi başa salacağım. 16-cı sualda possessive case istəyir. Possessive case səhv yazmam mənim gözümə görsənməsin arkadaşlar. Apostrof S-dən sonra isim gəlməlidir. Baxıram ki, women's work. Qadınların işidir, kişilərinkindən daha çətindir. Y variantı. Apostrof S-dən sonra article gəlib, apostrof S-dən sonra əvəzlik gəlib, apostrof S-dən sonra fail gəlib, apostrof S-dən sonra sifət gəlib. Olmaz. 17-ci cümlədə baxıram ki, Peter hardly believe, could hardly believe. Cümlədə could var, modal verb var. Modal verb olanda həmişə söhbəti özə həll eləyir. Hardly cümləyə inkarlıq gətirir. Demək, bu cümlə bir inkar cümləsidir. İnkar cümləsi isə sonu çıxıram. Çünki so təsdiq cümləni təsdiqləyirdi, neither isə inkar cümləni inkarlayırdı. Bir cümlədə 2 inkar ola bilməz deyə Y variantda çıxır. Qalıram A və D-nin arasında. So do I, neither do I. Şəxs axırda gəlməlidir. Yəni, D variantında göstərir, şəxs ortada gəlib. Ona görə A variantı doğru cavabdır. 18-ci suala baxıram. Mark Twain wrote, Mark Twain yazdı. 2-5. Y variantı. Nə yazdı? A lot of novels and short stories. Olar. Y variantı. 19-da proposals, təkliflər sözü cəmdədir. Deyir ki, çoxlu təkliflər təqdim olundu, but olanda həmişə nə olur da? Bir tərəf təsdiq olanda, bir tərəf nə olmalıdır? Bir inkarlıq olmalıdır orada. A variantını qoyuram. Deyir ki, çoxlu təkliflər təqdim olundu, amma azı qəbul olundu. Olar. B variantında deyir ki, az təkliflər təqdim olundu. A little sayıla bilməyən isimləri təmsil edir. Bizdə də söhbət təklifdən gedir. Təklif də cəmdədir deyə a little-dan işlənə bilməzlər ümumiyyətlə. Sonra C variantında deyir ki, çoxlu təkliflər təqdim olundu və amma çoxları qəbul edildi. Mənə uyğun gəlmədi, uşaqlar, təzadlıq yoxdur burada. D variantında only a few ilə işlənməli idi, çıxdı. Very də few ilə işlənməli idi deyə cavabımız A variantı qalır. 20-ci sualda polis sözü cəmdədir.
Onu Z ilə əvəz eləmək olar. İkinci tərcə deyir ki, polis tapıb oğrunu. Kimi? Onu. Oğru sözü təkdə deyə zəm də ola bilməz. Çünki zəm onlara deməkdir. Obyekt əvəzi dərsini təkrarlayım. Nəysə, mən də bilirəm ki, his yəlik əvəzi idi. Hizdən sonra mütləq isim işlənməlidir. Əgər mən oğru sözünü götürüb hizi qoysam, ki tərcümə belə olur. Polis tapıb onun. Onun nədir ki? Onu tapıb. Ona görə Y variantı doğrudur. 20-ci sualda keçməmişik, amma ki, belə izah edeyim ki, uşaqlar, bizə qrup feilləri var. Məsələn, birinci qrup feilləri var, ikinci qrup feilləri var, bir də üçüncü qrup feilləri var. Necə qan qrupumuz olur, Birinci qrup var, ikinci qrup qan qrupu var, üçüncü qrup qan qrupu var. Nəysə də belə bir qrup feillər var. Birinci qrupun qan qrupunda nələr daxildir uşaqlar? Let ilə make. Bu let ilə make deyir ki, bizə məndən sonra həmişə tuzsuz sadə feil ver. Yəni bunlardan sonra tulu feil işlənə bilməzə 2 çıxdı. İkinci qrup see, notice, feel, observe, watch here-də. Bu qayda dəftərimizdə var. Bu arada səhvlərimizə 18-dədir. Dərs keçəndə lap yaxşı başa düşəcəksiniz. Çünki ən asan dərs demək olar ki. Let ilə make özündən sonra çılpaq feil istəyirdi deyə 2 səhv çıxdı, amma 3-ü düz götürürəm. 1 ilə 4, 1, 2 çıxdı. İkinci qrup feilləri isə see, notice, feel, observe, watch here. Onlar da özlərindən sonra ya çılpaq istəyirlər, ya da ayıncı. Bir də var üçüncü qrup feillər. Askdır, məsələn, telldir. Bunlar tulu feil istəyirlər. Birdə to yoxdur deyə, amma 4-də var. Cavabım 3-4 qalacaq Y variantı. 22-ci sual isə conditionaldır. Uşaqlar, şərt budaq cümlələrdir. Siz bilirsiniz də, ümumiyyətlə biz belə keçmişik ki, ifdən sonra həmişə indiki zaman gəlir, baş cümlədə gələcək zamanda olur. Bir də problem yoxdur. B variantında if you mix by, ifdən sonra indiki zaman gəlir, burada indiki zamanda olur. Problem yoxdur. Ifdən sonra əsas odur ki, gələcək zaman gəlməsində. Demək, C variantını bir dənə saxlayıram. Ifdən sonra görürsünüz indiki gəlib, bura gələcək zamanda gəlib, əla. Y variantına ifdən sonra keçmiş gəlib, bura isə keçmişə nəzərən gələcək zamanda olur. Bilirsiniz də, would, will'in keçmiş zamanı. Məsələn, biri var deyirəm ki, I will go, mən gedəcəm. Bir də I would go, mən gedərdim. Y variantında deyir ki, if I lived closer to the cinema, I would go more often. Əgər sinemaya daha yaxın yaşasaydım, mən tez-tez gedərdim ora. Yəni, görürsünüz, bir tərəfi keçmişdə, o bir tərəfi keçmişdən öncə gələcək zamandır. C variantında deyir ki, if I had $1 million, mənim $1 milyon olsaydı, I would buy olmalıydı. I would buy a large vacation. Have lazım deyil orada. Ona görə C variantı mənə də incorrect, səhvi istədiyinə görə C variantını götürürəm. Keçirəm Kanada tekstimə. Deyir ki, Canada has 10 provinces and 3 territories. Kanadadadır 10 əyalət və 3 ərazi var. Ondadır 6 dənə 6 time zone, vaxt zonası var da. Və paytaxt şəhəri də Ottawadır. Ottawa deyir ki, Ontarionun əyalətidir. Onun deyir Ottawanın, yəni 36 milyon əhalisi var. Və 80%-dən çox əhali live near the Amerikanın elə bir ki, sərhədinə yaxın yaşayır. Və Kanada və Amerika sərhədi deyir dünyada ən böyük sərhəddir də, border sərhəd deməkdir. 30% ölkənin demək olar ki, meşədir də, ölkənin 30%. Və Kanadada və dünyanın elə bir ki, meşələrinin 10% elə özü Kanadadadır. Kanadada var çoxlu göllər, dünyadakı başqa ölkələrə nəzərən daha çox göl var. Bəli, həqiqətən burada dünya faizinin 60%, məsələn, dünyada 100% göl varsa 60%-i Kanadadadır göllərin. Kanadadır çox gənc ölkədir. Kanadada yalnız 1867-ci ildə ölkə olub və ölkə qeyd edir 150 yaşını iyulun 2017-ci iyulunda qeyd edib. İyulun 1-i Kanada günü adlanır. İnsanlar bütün günlər qeyd edirlər də bunu qırmızı, ağ geyinərək. Qırmızı və ağ onların milli rəngidir də, bayraqlarında da görürsünüz də. Kanada ilk dəfə kəşf olunan fransız tədqiqatçı Jacques Cartier tərəfindən 1534-cü ildə. Buna baxmayaraq insanlar Kanadada uzun müddət əvvəl başlayıblar yaşamağa da. Indigenous people yerli insanlar deməkdir. Şimali Amerikada əsrlərlə yaşayıblar və indigenous people still live in Canada today. Hətta yerli insanlar bu gün də Kanadada yaşayırlar. Kanadanın milli heyvanı beaverdir. Qunduzlu nəsə belə bir heyvandır. It has two national languages. 2 dənə orada dil var. İngilislə fransız. Buna baxmayaraq 2 dənə əyalət rəsmi olaraq fransız dilində danışır. Quebeclə New Brunswick. Kanadada deyir ki, öz valyutası var və Kanada dolları var. Məsələn, əgər sən Kanadaya səyahət edəsən, sən eşidəcəksən ki, Kanadalılar tez-tez luni sözünü ya da tuni sözünü istifadə edirlər. Luni, tuni.
A loonie is a $1 coin. Loonie $1 qəpikdir. It's called a loonie because there is a loon on the deyir ki, o loonie adlanır. Çünki onun üzünün hər iki tərəfində loon var. Maraqlıdır loon nədir? A loon is a type of water bird. Loon uşaqlar bir su quşudur və o daha çox qaza və yaxud da ördəyə bənzəyir. They're commonly found in Canada. Onlar adətən Kanadada yaşayırlar bu heyvanlar. Və deyir, can you guess what a toonie is? Onda tapa bilərsən ki, toonie nədir onda? Toonie də $2 onların bir pul vahidi də. As you read, Canada is a big and interesting. Oxuduğun kimi də Kanada çox böyük və maraqlı bir ölkədir. Tekstin adı nə olar? Kanadanın idman nailiyyətləri. B. Kanadanın tədqiqatçıları. C. Kanada haqqında ümumi məlumat. Bəli, Kanada haqqında ümumi məlumat olar. 24-də deyir ki, Kanadalılar niyə sərhədə yaxın yaşayırlar? Çünki ərazisinin çoxu meşədən ibarət idi, səhv eləmirəmsə də. Ona görə onlar daha çox elə bir Amerikanın sərhədinə yaxın yerləşməli olubdu onlarda. Kanada xüsusidir, çünki onun A variantında deyir ki, bir dənə vaxt zonası var, xeyr. İkidə deyir ki, dünyanın digər ölkələrindən daha çox gölü var, meşəsi yoxdur, bir dənə rəsmi dili var və bəli, daha çox gölü var uşaqlar. 26-cı sualda deyir ki, which statement is true according to the passage? Hansı doğru fikirdir? Kanada become a country. Kanada 1534-cü də ölkə olub, yox, səhvdir. Kanada Ottawa və Quebecdədir. Kanada günü iyulun 1-də qeyd olunur, düz deyir. İyulun 1-i idi uşaqlar. İyulun 1-i, bəli, deyəsən elə budur. Kanada günü iyulun 1-i qeyd olunur. Və deyir ki, bütün əyalətlər fransız dilində danışır, səhvdir. Ancaq Quebeclə hansı ölkə idi o? Nəsə qəribədir. New Brunswick, onlar ancaq danışırlar. Nəysə, uzun sözün qısası 27-də keçdim. To recognize a notable event by doing special, nəysə tanımaq. Paragraf 2-də deyir ki, paragraf 2-də. Gəlin axtarağın. Heç mən də birinci dəfədə oxuyuram deyə. Mən də sizinlə bir yerdə axıram. Ki, celebrate sözünü oxşayır, əminətsəm. Kanada, 27-də mən demişəm ki, dırnaq içərisindən sonra başlayan ilk söz feil isə, demək siz də feil axtarırsınız. Deyir ki, hər hansısa, yəni xüsusi və zövq olan bir şey eləməklə nəyisə tanımaq, yəni onu celebrate, yəni qeyd eləmək sözünü izah edir bizə burada. Çünki paragraf 2-də başqa feil görmürəm də, yəni celebrate-dən başqa heç bir şey yoxdur olsun. 28-də deyir ki, native sözünə yaxın mənalı söz, uşaqlar indigenous sözdür. Hardadır o söz? Deyib burada indigenous. 29-da deyir ki, Kanada also has. Kanadada həmçinin var. Ay Allah, mən nə bilim burada. Öz pul valyutasını yəni deyir. Money exchange yazmaq olardı onun yerinə. Kanada also has its own money exchange. O sizə deyir ki, niyə Kanadaya səfər eləmək istəyərsən? Çox maraqlıdır. Yəni qəşəng yazmaq olar bu mövzuda. İnşallah ki, yazsaz, atın mənə yoxlayım onda.